İstərdim ki, bizim əməkdaşlarımızın fəaliyyəti ilə də biraz sizi yaxından tanış eləyək Fidan xanım. Bizim əməkdaşlarımız Bakı Olimpiya Stadionunda fəaliyyətdədirlər. VUF 13-də baş verən müzakirələri, tədbirləri hazırlayıb tamaşaçılarımıza və qonaqlarımıza daha yaxından tanış olmaları üçün təqdim eləyirlər. İstərdim həmin o sujetlərdən birini təqdim eləyək. Artıq forumun ikinci günü də geridə qaldı deyə bilərik. Əməkdaşımız Rəşad Vəkiloğlu VUF 13-ün keçirildiyi Olimpiya Stadionunda bir sıra məqamlara xüsusi diqqət çəkib. Bakı Olimpiya Stadionunda VUF 13 ilə bağlı nələr baş verir? Hamısı əməkdaşımız Rəşad Vəkiloğlu'nun sujetində bərabər izləyək. Dünyanın gözü yenidən Azərbaycanda və Ümumdünya Şəhərsalma Forumunun keçirildiyi məkandadır. Çünki on minlərlə iştirakçının qatıldığı bu mötəbər tədbirdə bir həftə ərzində dayanıqlı şəhərsalma, müasir infrastruktur, iqlim dəyişiklikləri və şəhərlərin inkişafı məsələləri əsas müzakirə mövzuları olacaq. VUF 13-ün ikinci günündəyik. Məhz Ümumdünya Şəhərsalma Forumunun keçirildiyi ərazinin bura isə B zonasıdır. Məhz gündəlik olaraq bütün proseslər bu zonadan idarə olunur. Tədbirlər, konferanslar, müxtəlif tədbirlər və medianın cəmləşdiyi elə ərazidə bu zonada yerləşir. Fələstindən olan Luaya Alatraş və Hindistanı VUF 13-də təmsil edən Puneet Tripathi Azərbaycana ilk dəfə gəldiklərini deyirlər. Lakin VUF 13 çərçivəsində gördükləri təşkilatçılığın və forumun miqyasının olduqca möhtəşəm olduğunu bildirirlər. Xüsusilə Bakı şəhərinin qədimliklə müasirliyinin vəhdəti qonaqlarda böyük heyranlıq yaradıb. Ümumdünya Şəhərsalma Forumu üçün Bakıya gəlmişəm. Bakı həqiqətən çox gözəl şəhərdir. İnsanlar çox mehriban və qonaqpərvərdir. Burada olmaqdan böyük məmnunluq duyuram. Ümid edirəm ki, forum çərçivəsində aparılan müzakirələr şəhərlərin inkişafı və insanların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində faydalı nəticələr verəcək. It's a clean city. Mən ilk dəfədir ki, Azərbaycana gəlmişəm. Eyni zamanda Ümumdünya Şəhərsalma Forumunda da ilk iştirakımı edirəm. Burada olmaq mənim üçün çox maraqlı və dəyərli təcrübədir. Forum müxtəlif ölkələrdən olan insanlarla tanış olmaq, fikir mübadiləsi aparmaq və yeni əlaqələr qurmaq üçün yaxşı imkandır. Azərbaycan haqqında təəssüratlarım çox müsbətdir. İnsanlar mehriban və qonaqpərvərdirlər. Bakı isə çox gözəl və müasir şəhərdir. VUF 13 iştirakçıları forumun keçirildiyi əsas məkana daxil olmaq üçün ilk olaraq bu otaqdan keçirlər. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq burada qeydiyyat və yoxlama prosesi həyata keçirilir. Məhz təhlükəsizlik səbəbindən isə bu ərazidə çəkiliş aparılmasına icazə verilmir. Bura VUF 13 çərçivəsində fəaliyyət göstərən qeydiyyat mərkəzidir. Məhz forum iştirakçıları tədbirin keçəcəyi əraziyə daxil olmamışdan öncə burada təhlükəsiz yoxlanışından keçirilər və digər prosedurlar həyata keçirilir. Bütün proseslərin forumun təhlükəsiz və nizamlı təşkili üçün məhz bu mərkəzdən idarə olunur. Forumda iştirakçılara təkcə müasir şəhərsalma yanaşmaları təqdim olunmur. Eyni zamanda forumun keçirildiyi zonalarda Azərbaycanın milli adət-ənənələri, zəngin tarixi və mədəni irsi də nümayiş etdirilir. Forum iştirakçılarının diqqətini çəkən məkanlardan biri də Urban Expo'dur. Ümumi sərgi sahəsi təxminən 35 min kvadrat metrdir. Bunun təxminən yarısı ekspozisiya sahəsidir. Ümumilikdə 85 ölkədən 260 iştirakçı təşkilat, 122 stend və pavilyonda təmsil olunur. Urban Expo'da 1500 kvadrat metrlik sahədə qurulan Azərbaycan pavilyonu irsimizi, şəhər inkişaf yolumuzu, turizm potensialımızı və Qarabağla Şərqi Zəngəzurda həyata keçirilən geniş miqyaslı yenidən qurma layihələrinin nümayiş olunur. Bura Urban Expo mərkəzidir, hansı ki forum günlərində burada iştirak edən ölkələrin öz pavilyonları nümayiş olunacaq. Hansı ki burada təkcə ölkələr keçdiyi inkişaf yolundan deyil, eyni zamanda öz milli adət ənənələrini də nümayiş etdirəcəklər.
Beləliklə, VUF 13 çərçivəsində Bakı bugün təkcə beynəlxalq dialoq platformasına deyil, həm də Azərbaycanın müasir inkişafını, zəngin mədəniyyətini və şəhərsalma baxışını dünyaya təqdim edən mühüm mərkəzə çevrilib. Forum isə qarşıdakı günlərdə də müxtəlif panel və müzakirələrlə davam edəcək. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Rövşən Əliyev, Space xəbər.